Lanıb 4-cü stola keçid edirik. Eyni ilə 4-cü stolda da ardımızda gələn 6 nəfərlik komandamız tamamlanan kimi biz orada baxın 10 dollar birinci səviyyədən referal qazancı götürürük. 5 dollar ikinci səviyyədən referal qazancı, 5 dollar üçüncü səviyyədən referal qazancı götürürük. 4 klon birinci səviyyə üçün, 1 klon üçüncü səviyyə üçün əldə etmiş oluruq ki, takımımız tamamlanan kimi 5-ci səviyyəyə keçid edirik avtomatik. Səviyyədə də 6 nəfərlik yerimizdə olan kimi biz birinci nəfərimizdən 100 dollar qazanc götürürük. 4 klon birinci səviyyə üçün, 2 klon birinci səviyyə üçün, yenə də ikinci qolumuz da arxada dörtlüklərdən yanımıza gələn kimi 10 dollar bizim referal qazancımızdır birinci səviyyədən, 5 dollar ikinci səviyyədən gələn qazancımızdır, 5 dollar üçüncü səviyyədən gələn qazancımızdır, 4 klon isə birinci səviyyədən əldə etmiş oluruq. Deməli, biz 5-ci səviyyədə ardımızca gələn 6 nəfərlik takımımız olan kimi biz qazancımızı, klonlarımızı götürüb avtomatik keçid edirik 6-cı stola, 6-cı səviyyəyə. 6-cı səviyyədə də eyni ilə bizim 6-lıq komandamız toplanıb yerlərində tutan kimi bizə 4 qol aşağıdan gələn 4 qoldan hərəsindən 30 dollar qazanc gəlir. 20 dollar birinci dərinlikdən, yəni birinci səviyyədən qazancdır. 10 dollar ikinci səviyyədən referal qazancı, 10 dollar üçüncü səviyyədən referal qazancı gəlir. 8 klon birinci səviyyədən, 2 klon ikinci səviyyədən, 2 klon üçü səviyyədən qazanmış oluruq. 200 dollar isə canlı klonlar üçün verilir ki, biz onları istədiyimiz yerə yerləşdirə bilirik. Amma layihənin verdiyi klonları layihənin özü boşluqlara özü yerləşdirib doldurur. Deməli, biz 7-ci stola keçid etdik və 7-ci stolda öz 2 nəfərimiz ardımızca gəlir. Nəfərlərimizin də hərəsinin 2 dörtlük orada toplanan kimi hər dörtlükdən, hər nəfərdən 150 dollar qazanc köçür balansımıza. 70 dollar birinci dərinlikdən, birinci səviyyədən qazanc gəlir, referal qazancı, 35 dollar ikinci səviyyədən, 35 dollar üçüncü səviyyədən qazanc gəlir. 16 klon birinci səviyyə üçün verir, 6 klon ikinci, 4 klon üçüncü, 2 klon